Əziz oxucular və dəyərli dinləyicilər, Əli Yusif Məmmədzadə Tərlanoğlu, Poeziya təxəllüsü Əli Yusif 1958-ci ildə Cəllabad rayonunda anadan olub. Ukraynanın Xarkov şəhərində ixtisaslaşmış maşın qayırma üzrə mühəndis-texnoloq ixtisasına yiyələnib. Sonra SSR Jurnalistlər İttifaqının nəzdində jurnalist sənətkarlığı institutunu bitirib. İlk yaradıcılığına Sumqayıt qəzetindən başlayıb, sonra Kirpi və Müxbir jurnallarında, Respublika radiosunda və digər qəzetlərdə fəaliyyətini davam etdirib. Uzun illər dövlət işlərində rəhbər vəzifələrdə çalışıb. Şair, yazıcı, publisist və dramaturq Əli Yusif ədəbi yaradıcılığa 1981-ci ildən başlayıb. Vətənpərvər şair, Xarı bülbül, ədəbiyyat adamı və sənətkar adlı poeziya diplomlarına layiq görülüb. Əli Yusif Beynəlxalq Rəsul Rıza və Qızıl Qələm media mükafatları laureatıdır. O, 1986-cı ildən SSR Jurnalistlər İttifaqının, müstəqillik illərində isə Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 26 kitab, o cümlədən şeirlər, hekayələr, povestlər, uşaq nağılları, romanlar, novellalar və pyeslər kitablarının müəllifidir. Ailəlidir, 3 övladı, 5 nəvəsi var. Hörmətli ziyalımıza daim uğurlar və müvəffəqiyyətlər arzu edirik.